tədbir iştirakçılarım, hörmətli həmkarlarım, hörmətli Hafiz müəllim, qəsəbə icra nümayəndələri, bələdiyyə işçiləri, sizin hər birinizi salamlayıram və hər birinizə xoş gəlmişsiniz deyirəm. Yurdum yuvam məskənim sən Azərbaycanın devizi altında keçirilən bu tematik konsert Lənkəran Mədəniyyət Mərkəzi yarandığı gündən bu günədək hər il mütəmadi olaraq təntənə ilə qeyd olunur və keçən il olduğu kimi bu ildə bu deviz altında tədbir artıq tədbirə start verilib. Tədbirdə əsas məqsəd həm yay mövsümünün, turizm mövsümünün başlanması ilə əlaqədar olaraq, həm də gənclərin asudə vaxtının daha səmərəli təşkil olunmağından ötürü bu tədbir hər il mütəmadi olaraq keçirilir. Mən elə bilirəm ki, bu ildən bu tədbir Lənkəran Mədəniyyət Mərkəzi və Lənkəran Mədəniyyət Mərkəzinin klub məşqçiləri tərəfindən daha gözəl keçiriləcəkdir və ilk növbədə mən elə bilirəm ki, biz Haftoni Qəsəbə Klubu və Haftoni Qəsəbə Klubunun klub filialları tərəfindən buna start verilir. Mən elə bilirəm birinci tədbiri biz keçirdirik. Və ona görə də gələn bu tədbir mütəmadi olaraq həm Lənkəran Mədəniyyət Mərkəzində, həm Lənkəran Mədəniyyət Mərkəzinin klub filiallarında, bütün kəndlərdə və rayon mərkəzində bundan sonra keçiriləcəkdir. 2 ay, 3 ay müddətində bu tədbir vaxtaşırı olaraq keçiriləcəkdir. Bugünkü tədbir Haftoni Qəsəbə Sənətkarlıq Klubu, klub filial birliyinə daxil olan klub müəssisələri tərəfindən hazırlanıb. Burada Laj, Kərgəlan və Rıvo kənd klublarının da təşkilatı dəstəyi ilə bu tədbir hazırlanıb. Və elə bilirəm ki, bu çox gözəl bir tədbir olacaq və sizin hər birinizə gözəl istirahət bəxş edəcəkdir. İndi də tədbirin adı Yurdum yuvam məskənim sən Azərbaycanımdır. Mən istəyirəm ki, elə bu ada uyğun olaraq birinci sözü verim Ramin Həsənova qoy. Yurdum yuvam məskənim sən Azərbaycan mahnısı ilə tədbiri açılış eləsin. Buyur Ramin.